Tələsən təndirə düşər, asta qaçan namərddir. Necə olur ki, insan həm tələsərkən həm tələsməlidir, həm də tələsməməlidir kimi bir sözlər deyilir atalar sözündə. Əslində bu hər iki atalar sözü fərqli situasiyalar üçün istifadə olunur. Elə situasiya var ki, bir insan çox tələskən ola bilər və gördüyü bütün işləri tələsmiş görə bilər və belə olanda o insanın gördüyü işdən bir xeyir gəlməz. Bəzən də olur ki, çox astagəl davranır, həddindən artıq və işləri axsadır. Ona görə də belə olduğu halda da gərək o insan işlərinin axsamaması üçün birazca tələsə. Əslində burada hər iki atalar sözünün bir-birindən təzad təşkil eləməyi sadəcə bunu deyir ki, bizim xalqımız düşünür ki, hər şey öz ölçüsündə gözəl olmalıdır. Yəni, nə bir işi görərkən tələsməməliyik, nə də çox ləng görməməliyik. Öz vaxtında, normal saatında görülməlidir o işlər.